dim test toplusu aldehitlər bölməsi səhifə 233 75-ci sual. 96 qram metil spiritinin katalitik oksidaşməsində alınan metanol. Məsələn, metil spiriti oksidləşir, deyək ki, mis oksidlə. Oksidləşir, alınır metanol. Metil spiriti 32-dir, molekülər kütləsi. 32-yə metanol 30-dur. 32-30-ca 96 qrama neçə qram düşür? 90 qram. Deməli, metanol 90 qramdır. Və 160 mililitre suda, 160 qram suda, 160 qram suda həll olur və məhlul nə qədər olur? 250. 250 qram olur. Və aldehidin kütlə payını tap. Yəni 90 bölünsün 250 vurulsun 100. Neçə eləyər? 36%. Cavab A bəndidir. Yetmiş yeddi. Pentan və formaldehid. Cəmi neçə qramdır? 10 qramdır. Əvvəlcə 10 qramdır. Hidrogenlə reduksiya adısında. Yəni, üzərinə hidrogen gəldikdən sonra neçə qram olmuşdur deyir? 10,2 qram olmuş. Yəni, neçə qram hidrogen gəlmişdir üstünə? 0,2 qram. 0,2 qram hidrogen gəlmişdir. Və onda hidrogen hansına daxil olur? Formaldehidlə. Formaldehidlə. Formaldehidlə hidrogen daxil olduqda nə alınır? Metanol. Metil spiriti alınır. Hidrogen də molekülər kütləsi 2-dir. Metanol da 30-dur. 30 qrama 2 qram birləşirsə 0,2 qrama neçə qram deməli metanol olar, formaldehid olar? 3 qram. Deməli 3 qram budursa deməli nəyə soruşur? Pentanı soruşur. Pentan neçə qramdır? 7 qramdır. Kütlə payı nə qədər olacaq? Sağ olun. 70%. Cavab E bəndidir. Səksən 9. Burada verib deyir, X, Z aldehid hansı? Biz belə deyək də, məsələn, deyək ki, N formula görə oksigen sabiti. Məsələn, N-in qiyməti, məsələn, bir vaxt deyək ki, əvvəlini götürək, bir də axırını götürək, məsələn. Ya da axırını götürsək də, yəni bilmək olar. Əvvəlini və axırını yoxlayaq. Məsələn, N 0 olsa,
Onda formu nə olacaqdır? HCOH. HCOH. İndi belə də karbon sayı, hidrojen sayı və oksijen sayı. Karbon sayı 1 olur. Hidrojen sayı 2 olur. Oksijen sayı da yenə 1 olur. Bir də axırın götürək. N3 olarsa. N3 olarsa, yəni C3H7 CHO. Onda karbon sayı 4 olar. Hidrojen sayı 8 olar. Oksijen sayı da nədir? 1 olar. Hə. İndi baxaq görək. Hansında karbon sayı N3'də karbon sayı 4 olar. Hansına uyğun gəlir? Karbon hansına uyğun gəlir? N0'da 1 olur. N3'də karbon 4 olur. Y-də düzdürmü? Hə? Aha. Bəs hidrojen hansına uyğun gəlir? Hə? X-ə uyğun gəlir. Oksijen hansına uyğun gəlir? Z-ə uyğun gəlir. Bəli. X hidrojen, Y karbon, Z oksijen. Cavab Y. %91-ci sual. Hansı ketonu alkinlərin hidratlaşması reaksiyası ilə almaq olmaz? Məsələn, belə bir misal deyim. İstənilən hər hansı bir alkin. Deyək ki, belə bir alkin. Şimdi bir miktar hər hansı bir alkin. Bunun hidratlaşmasından keton alınır. Yəni, burada necə birləşmə gedir? Necə birləşmə gedir? 2 hidrojen bir karbona, oksijenlə digər karbona birləşir. Yəni, aradakı pi rabitələri qırılır. Yəni, alınır nə? Belə. Bu nədir? Deməli, bu keton qrupu yoxdur, karbonin qrupu. Buna birləşən qonşu karbonda mütləq 2 hidrojen olmalıdır hidratlaşmasında. Əgər hansında keton qrupuna birləşən qonşu karbonda 2 hidrojen yoxdursa, deməli, o keton alkindən alınmır. Məsələn, deməli, belə deyək. D variantından başqa istənilən variantını deyin, yazaq. Məsələn, bir variant deyin. Hansı variantı yazaq? D-dən başqa. Məsələn, dipropil keton. Dipropil ketonun formunu yazır. Bu dipropil keton. Buna birləşən qonşu karbonda birində 2 hidrojen var. Ya bunda var, ya da deyək ki, bunda var. Deməli, burada deməli 3 qat rabitə var imiş. Biz bunu belə yazıq. Bunun üzərinə su gəlirik. Yəni, hidrojen birləşir. Bura oksijenlə birləşir bu karbona. Yəni, bu cür alınır. Deməli, adı alınır. D-də niyə alınmır? Diisobutil keton. Bunun formunu yazaq.
Distributil keton. Bak bunda niye alınmır? Niye alınmır burada? Çünkü dedik, bayaq dedik ki, keton qrupuna birləşən qonşu karbonlar heç olmasa birində 2 hidrogen olmalı. Məsələn, bunda yoxdur və yaxud bunda yoxdur. Heç birində yoxdur. Ona görə bu keton alkinlərin hidratlaşmasından almaq olmur. D bəndə olur. Yüzeydə bir asimetrik karbon atomlu ən az sayda karbon atomu olan aldehid. Aldehid olsun. Asimetrik karbon nə deməkdir yəni? Yaxşı. Deməli, aldehid olsun. Demək, karbon sayı minimum olsun. Deyək ki, bu karbon asimetrik karbondur. Deyək ki, buna aldehid qrupu. Məsələn, buna hidrogen, metil, bir də etil. Yəni belə. Bu cür birləşmə əmələ gəlir. Deyək, nə doğrudur? Bu birləşməli. Yəni, biz bunu açıq şəkildə belə yazaq. Bunun hidrogenləşməsi deyək ki, bunun hidrogenləşməsində yazın ki, nə alınır birincində? Nə alınır deməli? Yəni bu cür. Adı nədir? 2 metil, butanol, 1. Deməli, bu səhvdir. 2. İkili butil və aldehid qrupu. Deməli, bu hansı radikaldır? İkili butil radikaldır. Deməli, bu düzdür da. 2 düzdür. Bunun ümumi formulu necədir? Yəni, götürsək. C5, H10, O. Bu aldehidlər nə ilə sinif arası izomerdir? Ketonlarla. Yəni, pentanon üçün izomeridirmi? Bəli, pentanon üçün izomeridir. Yəni, pentanon 3-də elə belə yazılır. İzomeridir. 3 də doğrudur. Molekulun neçə sigma rabitəsi vardır? Bəli. 15 sigma rabitəsi vardır. 4 doğrudur. İkinci karbon atomunun oksidaşma dərəcəsi nədir? -2. İkinci karbon dedikdə
Birinci karbon, ikinci karbon. Hə? İkinci karbon oksijenləşmə dərəcəsi neçədir? Mənfi 1'dir. Deməli 5 səhvdir. 6. Karbohidrogen radikalı dedikdə, elə bu deməkdir. Hə? Bu karbohidrogen radikalıdır. Bəli. Karbohidrogen radikalında elə 4 dənə karbon var, 6 doğrudur. Yəni cavab 2, 3, 4 və 6 olmalıdır. %111. Alkan və keton. Hər ikisinin molekülər kütləsi eynidir. Alkanın homoloq sırada yeri neçədir? 6. Deməli, alkanın bilirsiniz ki, N'in qiyməti neçədən başlayır? 1'dən başlayır. Deməli, 6-cı nümayəndə deyəndə, yəni N6, C6, H14. Bunun molekülər kütləsi 86. Yaxşı. Deməli, bu A'dır. Şimdi keton da, yəni CnH2nO. Keton da N'in qiyməti üstdən başlayır. Bunun da molekülər kütləsi 86'dır. Yəni 14'dən üstə gəl 16 bərabərdir 86 N5 olur. Yəni C5H10O. Bu neçənci nümayəndə olur? 3-cü nümayəndədir. Yəni 2S 3'tür. Keton molekulunda 3 ədəd metil qrupu varsa, 3 ədəd CH3 varsa, bu ketonun formu necə yazarıq? Keton, bəli, metil, bir də nə yazarıq? İzopropil. Yəni bu şəkildə, metil, izopropil, keton. Onda birinci ifadə nədir? Doğrudur. Bəli, bunun səmrəli adı metil, izopropil, keton. Bir doğrudur. İkinci ifadə səhvdir. Üçüncü. Burada neçə metil? Metilin qrupu var mı? Yəni CH2 qrupu var mı? Bəli. Burada CH2 qrupu yoxdur. Yəni 3 səhvdir. 4. Burada asimetrik karbon var mı? Asimetrik karbon yoxdur. Bu da səhvdir. 5-ci. X'in qiyməti neçədən başlayır? Üstdən başlayır. 5 səhvdir, 6 düzdür. Onda cavab nə olur? Birlə 6 oldu da. Yaxşı. 1, 6. Belə. %23. Eyni mol miqdarda götürmüş butanal və etanol. Demək, gümüş peroksidlə təsirdə 43,2 qram gümüş alınır. İlkin qarşı etanol kütləsini tap. Deyək ki, eyni moldursa,
Amol. Butanal. Amol, etanol. Bunun üzerine gümüş peroksit gelir. Ve 43 tam. 12 gram gümüş alır. Yani. Neçə mol gümüş alır? 108'e bölərik. Hə? 0,4 mol gümüş alır. Mesela butanal da, etanal da. Gümüş peroksida daxil olur. Və nə alır burada dedik? Burada nə alır? Turşu. Aha. Bir də 2 moldursa. Aya da 2 A moldur. Etanol. Gümüş peroksidi. Burada da sirke turşusu. Yine gümüş. Yine 1'e 2 moldursa A mola da 2 A mol. Ve burada cəmi neçə mol elədi? Yəni 4A bərabərdir 0,4 mol. A bərabərdir 0,1. Yaxşı. Burada nəyə soruşur? Etanolun kütləsini soruşur. Etanolun kütləsi yəni 0,1 mol vurulsun 44. Bu eləyir cəmi 4,4 gram. Cavab 4,4. %27. 16 gram metil spitin oksidaşmasından alınır. Hansı aldehid alınır? Formaldehid. Bəli. Deməli, metil spirti əvvəlcə deyək ki, oksidaşır. Misk oksidə. Alınır formaldehid. Bu alınır. Sonra bunun da üzerine gümüş peroksit gelir. Gümüş peroksit. Ne ki alınır? Burada da turşu ve gümüş. Metanol emeri neçədir? 32. Birbaşa deyək. 32 qrama 1 mol alınır ve gümüş peroksit de elə 1 mol, yani 232 gram. 16 gram metil spiritine, yani 0,5 mol, bu da neçə gram olur deyirik? 116 gram. Cevap 116. Deməli, 137. Aldehidlər bölünməsi, səhifə 230. Burada verib də aldehidi yanmasından, yanma reaksiyası tənini verib, qrafik veribdir kütlələrini. Deməli, aldehid, karbon qazın kütləsi aldehidin kütləsindən 2 dəfə çoxdur. Yazırıq yanma tənini. Aldehid.
Aldehidin kütləsi nə deyirik? 14-dən plus 16. Karbon qazının da kütləsi 44-dür. İndi 44-dən bundan 2 dəfə çoxdur deyirik. Çünki aqram aldehid yanır, 2 aqram nədir? Karbon qazı alır. Onda deyirik ki, 44N bərabərdir nəyə? 2 vurulsun 14-dən üstəgəl 16. N-in qiymətini tapırıq. Neçə olur? N2. Onda deyir ki, C2H4O. Yəni bu da silçə aldehid. Bu aldehidin mis-2 hidroksidoksileşməsində, yəni bunun mis-2 hidroksidoksileşməsində nə alınır? Nə alınır deməli? Turşu alınır. Silçə turşusu. Və bunun nisbi molekul kütləsi nəyə bərabərdir? Neçə? 60'dır. Cavab 60. %35. Deməli, cədvəldə alkan, aldehid, ketonun nisbi molekul kütlələri eynidir. Ketonun reduksiya məhsulu butanol 2'dir. Bu hansı ketondur? Bəli. Hansı ketonun hidrogenlə reduksiyasından butanol 2 alınır? Deməli, bu hansı ketondur? Butanondur. Elədir. Yəni, C4H8O. Bunun da molekül kütləsi neçədir? 72. Onda A'nın qiyməti 72'dir. Aha. Molekulda karbon atomlarının sayını soruşur. Deməli, ketonda 4 karbon var. Aldehidlə keton onsuz da eyni, yəni izomerdirlər. Yəni formaları eynidir, emerlər. Deməli, aldehid də elə C4H8O. İzomerdir. Molekül kütləsi eynidir. Keton Z'dir, aldehid Y'dir. Burada da 4 karbon var. Alkanda. Bəli. Alkan 14'dən üstəgəl 2 bərabər 72'dirsə N 5. Yəni C5H12. Burada neçə karbon vardır? 5 karbon var. Yəni bu da X'dir. Onda X üstəgəl Y üstəgəl Z. Yəni 5 üstəgəl 4 üstəgəl 4. 13. Cavab 13. Doymuş bir əsaslı karbon turşuları səhifə 246, 95-ci sual. Doymuş bir atomlu spiritin oksidaşməsindən alınan turşu. Deyək ki, spiritdən alınır turşu.
İndi həmin turşu da 22 qram turşunun deməli, karbon turşunun ehtiyatı 14 qram kalium hidroksid. Karbon turşusunun bunun kalium hidroksid reaksiyasını belə yazır. Və nə alırıq deməli? CnH2 plus 1 COO kalium bir də su. Tuz alınır. 22 qramına 14 qram düşür. Kalium OH-ın emeri neçədir dedik? 56. 56 qramına bunun emeri olur. Yəni 88 olur. Bəli. Yəni 14 n üstəgəl 46 bərabər 88. N bərabərdir 3. Yəni C3H7 COOH. Yaxşı, biz bildik ki, bu C3H7 COOH-dırsa, burada karbon sayı dəyişmir. Bu hansı spirit olacaqdır deməli? C4H9OH. Yəni C bəndi. %97. 100 qram 92%. Neçə qram deməkdir? 92 qram. 92 qram etil spiriti. Etil spiriti oksidaşir, əvvəlcə aldehid alır. Sonra həmin aldehid sirkə turşusu alır. Yəni bu proses gedir. Birbaşa bu ilə bunu müqayisə edəcək. 46-ya, emeri 46-dır. 46-ya 60 qramdırsa, sirkə turşusunun emeri. Dedi ki, 92 qrama neçə qram düşür? 120 qram sirkə turşusu. Və bu 120 qram sirkə turşusu 80 ml suda, yəni 80 qram suda. Məhlul da 200 qram olur. Və burada sirkə turşusunun kütlə payı nə qədər olur? %120 bölünsün 200. Vurulsun 100%. 60%. Cavab B-dir. Səhifə 246, 100-cü sual. %0,5 mol butanın oksidaşməsindən alınan sirkə turşusu. Nə qədər sirkə turşusu alınır? Əvvəlcə butanın oksidaşməsini yazılır. Əmsallaşma bu cürdə 2, 5, 4, 2. Yaxud da 1 mola 2 mol deyək. Yəni bir də hamısını əmsallaşdırmayaq. 1 mola 2 mol alınır sirkə turşusu. %120 qram deyək ki, alınır. 0,5 mola neçə qram olur? Neçə qram olur? 6 qram. %144 qram suda. Və məhlul nə qədər olur?
150 qram. Və sirkə turşunun kütlə payını tap. 6 bölü 150 vurulsun 100. O da 4%. A variantı. %113. ABC'nin minimal qiymətlərində madəli sinif arası izometr. Məsələn, belə yazaq. Alkenin sinif arası izomeri hansıdır? Sikloalkan. Yəni hər ikisinin formu CnH. Alkenlərin qiyməti nəsindən başlayır? 2-dən başlayır. Bəs sikloalkanda 3-dən başlayır. Demək, N'in qiyməti minimum nə götürməliyik ki, hər ikisi olsun? 3. A 3'dür. Alkin. Alkinin sinif arası izomeri alka diye. Yəni hər ikisinin formulu CnH minus 2. Alkinlərdə N'in qiyməti 2-dən başlayır. Alka deyənlərdə 3-dən başlayır. Demək, N'in qiyməti minimum nə götürməliyik? 3. Yəni B 3 olur. Doymuş bir əsaslı karbon turşusu. Karbon turşusunun sinif arası izomeri nədir? Mürəkkəb efir. Məsələn, hər ikisinin formulu CnHCnO2. Belə də karbon turşusunun birinci nümayəndəsi qarışqa turşusudur. Məsələn, karbon sayı 1 olur. Mürəkkəb efirdə birinci nümayəndə metil formiyyatdır. Karbon sayı neçə olur? 2 olur. Yəni, N'in qiyməti minimum nə götürməliyik ki, hər ikisində olsun? 2 götürməliyik. Yəni, C'nin qiyməti 2. A3, B3, C isə nədir? 2. D variantı. %37. Doymuş bir əsaslı karbon turşusunun kalsium duzu. Formu necə yazılır? Formu necədir? CnH plus 1 COO2 kalsium. Böyle, bu mənfi kalsium. İndi bunun kalsiumun kütləsi 26 qramında 8 qram kalsium var. Kalsium nisbatın kütləsi 40'dır. 40'a da bunun emiri düşür. Emir neçə olur? Neçə? 130. Deməli, CnH plus 1 COO2 kalsium 130. Şimdi sonra nə yazırıq?
14'ün üstəcə 45 vurulsun 2 üstəcə 40 bərabər 130. N 0. Yaxşı. Onda bu hansı turşudur? Formiyyət turşudur. H, SOH-dır. Cavab Y bəndi. %41. Formaldehid və sirkə turşusu eyni sayda atom var. A sayda atom var. Bunlar hansı mol nisbətində olacaqdır? Eyni sayda atom olsa. Məsələn, formaldehid HCHO. Bunun bir molunda atom sayı 4 mol atom var. Və sirkə turşusu CH3COOH. Bunun da bir molunda 8 atom var. Deməli, eyni sayda atom olması üçün hansı nisbətdə götürəcək? 2 mol. 2'nin 1'e. Yəni, bu 2 mol olacaq, 8 mol olması. Yəni, A'nın qiyməti deyək ki, 2. Hə. İndi deyirik ki, 2 mol formaldehid və 1 mol sirkə turşusu. Və yanma təni yazır. Formaldehid yanması. Karbon qazı və su. Əmsallaşdırır. Əmsallar eynidir. Yaxşı. 1 mola 1 həcm düşür. Amma burada neçə moldur? 2 mol. 2 mola x deyək. 2 həcm. Məsələn, sirkə turşusu. Bunu yanma təni yazır. Əmsallaşdırır. 2. 1 mola 2 mol düşür. Yəni Y 2'dir. Çünki bunu 2 mol götürmüşdük, bunu da 1 mol götürmüşdük. Yəni hər biri, hər ikisi 2 moldur. Yəni X-in Y olan nisbəti nəyə bərabərdir? Elə 1 olacaq. Cavab Y bəndi. %91. 7-12 qram aldehidin oksijenləşməsindən alınan turşunun neytrallaşmasına. İndi əvvəlcə belə eləyək. Natr MOH-ın kütləsi tapılır. Natr MOH məhlulun həcmi verib 16 ml. Məhlulun həcmi 16 ml. Məhlulun sıxlığı 1,25. Burada məhlulun kütləsini tapırıq. Yəni, rho V. 1,125 vur 16. 20 qram. Və natr MOH da 20%. Neçə qram natr MOH eləyər? 4 qram. 4 qram natr hidroksid. Natr hidroksidin də ml də 40'dır. İndi aldehiddən alınan turşunu. Belə deyək də. Məsələn, bu aldehid. Bu aldehid.
Bundan alınır turşu. Həmin turşu da natrium hidroksidi daxil olur, yəni duz alınır. Ne alınır? O kadar vacib deyil. 1 mola 1 mol daxil olur. İndi bu 7,2 gram aldehid deməli turşu alınan turşu neçə qram natrium OH reaksiyası daxil olur dedik? 4 gram. İndi natrium OH-ın da nisbi molekül kütləsi 40-dırsa, 40-da deməli nə qədər aldehid götürmək lazımdır? Yəni bunun ml-i 72 deyərik. Onda aldehidin ml-i 72-dirsə, 14'ün üstəgəl 30 bərabər 72. N də bərabərdirsə, yəni C3 H7 COH. Neçə karbon atomu var? Ha, atomların ümumi sayı. Ümumi atomların sayı nə qədərdir? On üç dənədir. Cavab 13.